sizə bu səhnəni göstərməkdə onu demək istəyirik. Bir anda bu günü düşünün və düşünün ki, bu anda heç birimiz heç nə edə bilməyəcəyik. Nə günahlarımızı düşünəcəyik, nə övladlarımızı düşünəcəyik, nə vətənimizi düşünəcəyik. İnsan bir anda düşünməlidir. Mən nə etdim, nə düşündüm və nə edəcəyimi bilmirəm. Bu dəhşətli səhnə bizim günahlarımızın qarşısını almaq deməkdir. Və düşünün ki, bu anda nələr bizi gözləyəcək. Gey Parad adlı keçiriləcək bu səhnə o dəhşətli səhnələri bizə yad edəcək və biz Allahın qarşısında bu səhnələri cavab verməli olacağıq. Və biz Azərbaycanda heç zaman bu dəhşətli səhnəni Gey Parad keçirilməsinə qətiyyən icazə verməyəcəyik. Və bizim kimi də başqa qonşu ölkələr də buna imkan vermədi. Gəlin bir an geriyə qaydaq. Qanlı yanvarı yadımıza salaq. Nə qədər şəhid verdik Azərbaycanımızı qorumaq üçün. Heç zaman bu şəhidləri unutmayacağıq və Azərbaycanda keçirilən bu paradı imkan verməyəcəyik. Bu şəhidlərin məzarının üstünə düzdüyümüz qərənfillərin göz yaşlarını yolda qoymayacağıq. Bu sesi unutmayacağıq. Heç zaman Şuşa yaddan çıxmayacaq. Xocalı qaçqınları, Xocalı əsirlərini unutmayacaq. Biz hər zaman sizinləyik. Bu əsirlərin üzlərini görürsünüz. Ancaq may ayında gələn paradı biz keçirsək, bunların heç birinin üzü yadımızda qalmayacaq. Əziz dinləyicilər, siz hər biriniz bu əsirlərimizin qisasını almağı düşünəcəyik və Azərbaycan ancaq bunu düşünəcək. Çünki Azərbaycan xalqı hələ də öz torpaqlarını geri almayıb. İnşallah biz öz torpaqlarımızı geri alıb və qeyrətlə, namusla öz sözümüzü deyəcəyik. Mübariz kimi qəhrəman qardaşlarımızın qanı heç zaman soyumayıb. Biz hər zaman döyüşü və öz torpaqlarımızı geri qaytarılmasında iştirak edəcəyik. Və bizə başqa bir parad lazım deyil. Azərbaycan əskərlərimiz keçirdiyi bu gözəl paraddan hər dəfə Azərbaycanını da görmək istərik və görəcəyik də. Biz ancaq bu cür paradlara layiqik. Çünki Azərbaycan öz qeyrətini bu paradla göstərib.